ən əhəmiyyətli yeni modeli keçiddir. Bizim yeni modelimiz nəzərdə tutduğumuz sahə isə Vision Zero yanaşmasıdır. Vision Zero yanaşması Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Sosial Assosiasiyanın birgə əmək mühafizəsinə yönəlmiş silsilə tədbirlər toplusudur. 7 əsas qaydası var. İlk qaydası rəhbərliyin nümunəvi göstərilməsi, insan kapitalının qiymətləndirilməsi, ardıcıl və sistemli risklərin təhlili, daxili qaydaların hazırlanması, insan kapitalına yönəlmiş xərclərin artırılması və insanların təlimatlandırılmasının artırılması, ən əsası isə kollektivin bədbaxt hadisələrin və peşə xəstəliyin qarşısının alınmasının öncədən təşviqi və yarana bilən problemlərin gizlədilməsi yolu ilə deyil, onların ümumi müzakirə çərçivəsində əllidir. Bu, Dövlət Əmək Müfəttişliyi olaraq bizim 2026-cı, 2028-ci illərdə nəzərdə tutduğumuz strateji planımızın icrası ilə əlaqədar olan ən yüksək məqsədlərimizdən biridir.